Ermənistan Müdafiə Nazirliyi özünün YouTube kanalında Qarabağda son günlər vəziyyətin kəskinləşməsinə həsr olunmuş və əsasən daxili auditoriyaya hesablanmış təbliğat roliki yerləşdirib. Həmin videorolikdə aprelin 3-cü 10 günlüyündə təmas xəttində baş vermiş atışmalar zamanı Ermənistanın Dağlıq Qarabağda yerləşdirilmiş SKAT raketlərini döyüş hazırlığı vəziyyətinə gətirilməsindən də bəhs olunur və iddia edilir ki, köhnəlmiş olsa da kifayət qədər yaxşı vəziyyətdə qalmış bu raketlərlə Azərbaycanın istənilən abad yaşayış məntəqəsini darmadağın etmək mümkün olarmış. Bu, Serj Sarkisyanın leksikonudur, hansı ki, o bir müddət əvvəl SKAT raketlərini nəzərdə tutaraq Azərbaycanın istənilən abad şəhərini Ağdama çevirmək barədə hədə-qorxu gəlmişdi. Bu raketlərin Ermənistanda olduğu və onların bir neçəsinin işğal altındakı Azərbaycan ərazilərində yerləşdirildiyi çoxdan məlumdur. Lakin SKAT raketləri çoxdan ciddi silah hesab edilmir və bu raketləri buraxan zavod onların istismar müddətinin hələ 10-12 il bundan əvvəl bitdiyini göstərir. O zaman Ermənistan SKAT raketləri ilə kimi qorxutmaq istəyir? SKAT raketlərinin yaxın keçmişdə baş vermiş hərbi münaqişələrdə döyüş tətbiqinə dair bəzi məlumatları nəzər salanda, Ermənistan Müdafiə Nazirliyinin bir neçə belə raketlə Azərbaycanın abad yaşayış məntəqələrini darmadağın etmək xəyallarının nə dərəcədə gülünc göründüyü dərhal görünür. 1980-1988-ci illərdə gedən İran-İraq müharibəsi zamanı hər iki tərəf 600-dən çox SKAT raketi və onun modifikasiyalarını tətbiq edib. Sovet ordusunun Əfqanistanda tətbiq etdiyi SKAT raketlərinin sayı 2000-dən çox olub. Bu raketlər əsasən mücahidlərin cəmləşdiyi qışlıqlara, yəni bir neçə daxmadan ibarət kiçik yaşayış məskənlərinə qarşı tətbiq olunurdu. Nəhayət 1991-ci ilin Körfəz müharibəsi zamanı Səddam Hüseynin ordusu bu raketlərlə İsraili və Səudiyyə Ərəbistanını atəşə tutub. İsrailə azı 40, Səudiyyə Ərəbistanına isə 100-ə yaxın SKAT raketi atıb. Bəs nəticə nə olub? İsrailə buraxılan raketlərin üstə ikisi hədəfdən kəskin yayınaraq tuşlandığı yaşayış məntəqələrinə deyil, onlardan xeyli kənara düşüb. Səddamın buraxdığı 40-dan çox SKAT raketlərindən İsraildə cəmi 2 nəfər həlak olub, 11 nəfər yaralanıb. Səudiyyə Ərəbistanına buraxılan raketlərin böyük əksəriyyəti ya hədəfə gedib çatmayıb, ya hədəfdən kəskin yayınıb. Səddamın raketlərindən təkcə biri hədəfə dəyib. Beləliklə, Səddamın 100 SKAT raketlərindən cəmi birinin hədəfə yaxın getdiyini bilə-bilə lovğalanan Serj Sarkisyan, istismar müddəti çoxdan keçmiş 32 raketlə Azərbaycanı yerlə bir etməkdən bəhs etməsi sadəcə gülüş doğurur. Bundan əvvəl Ermənistanda İskəndər raketləri ilə qorxutmağa çalışırdılar. Lakin deyəsən Azərbaycanın İsraildən dəmir günbəz və Barak 8 raketdən müdafiə sistemlərini aldığını eşidəndən sonra həmin raketlərin 100% hədəfə dəyəcəyi barədə lovğalığın dozasını azaldıblar. İndi isə Azərbaycanın raket və hava hücumundan müdafiə imkanları haqda. Məlum olduğu kimi, Azərbaycan-Rusiya istehsalı olan S-300 PMU, Favorit, Buk-M, OSA və digər zenit raket sistemlərinə İsraildən alınan və dünyanın ən güclü raketdən müdafiə sistemlərindən hesab olunan Barak 8-ə malikdir. Əgər Ermənistan həmin sınıq salxaq skadları işə salmağa qərar versə, bu sistemlərdən istənilən biri onu zərərsizləşdirmə imkanındadır. Lakin skadlara qarşı S-300 PMU, Favorit və ya Barak 8-ləri tətbiq etməyə dəyməz. Bunun üçün Buk-M və ya OSA da kifayət edər. Bir şərtlə ki, radarlar həmin raketlərin hansısa yaşayış məntəqəsinə doğru uçduğunu, yəni kursdan yayınmadığını qeydə alsın. Bir müddət əvvəl Azərbaycanın hava hücumundan müdafiə qüvvələrinin komandanlığı bildirmişdi ki, silahlı qüvvələrimiz Ermənistanın SKAT-larını start vəziyyətində elə yerindəcə belə vurmaq imkanındadır.